Salam hörmətli müəllimlər, xoş gördük sizi. Bugünkü təlimimizdə Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi mövzusundan danışacağıq. Bu təlimin sonunda siz mənəvi inkişafın səviyyə və mərhələlərinin xüsusiyyətlərini fərqləndirəcəksiniz. Eyni zamanda bizə təqdim olunan müxtəlif dilemmalarla özünüzün mənəvi inkişaf səviyyənizi müəyyənləşdirmiş olacaqsınız. Gəlin baxaq, görək Kohlberg kimdir, düşüncələri nə idi, necə oldu ki, bu nəzəriyyə ortaya çıxdı və nəzəriyyənin mahiyyətində, yəni kökündə dayanan məsələ nədir? Lawrence Kohlberg keçən əsrdə yaşamış, belə deyək, məşhur təhsil mütəxəssisi, pedaqoq, psixoloqdur və Chicago Universitetində işlədiyi dövrdə o da bizə məşhur olan Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə tanış olur və elə bu nəzəriyyənin əsasında öz nəzəriyyəsini irəli sürür. Və Kohlbergə qədər ümumiyyətlə insanlar mənəvi inkişafla bağlı necə düşünürdülər? Behavioristlər və psixoanalistlər, mənəvi inkişafı öyrənməyə çalışan peşə sahibləri, şəxslərdir bunlar. Bunlarla bağlı sonraki dərslərimizdə geniş danışacağıq. Bunlar elə hesab edirdilər ki, mənəvi dəyərlər insanın yaşadığı mühit və tərbiyədən asılı olaraq vərdiş şəklində formalaşır. Yəni onun mühiti və aldığı tərbiyə onda müəyyən bir dəyərləri vərdiş şəklində daima təzahür elətdirir. Eyni şeyi nümayiş elətdirir. Kohlbergin tədqiqatları isə göstərdi ki, bu proses eyni zamanda idrakin inkişafı ilə də əlaqəlidir. Çünki o Piaget'in nəzəriyyəsində öyrənmiş oldu axı. Deyir ki, idrakin inkişafı ilə əlaqəlidir. Yəni deyir, yalnız mühit və bizə öyrədilən tərbiyə bizim mənəvi dünyamızı, mənəvi aləmimizi, mənəvi dəyərlərimizi inkişaf etdirmir. Həm də idrakımız, yəni zehnimizin inkişafı da bu prosesə təsir göstərir. Bu nəzəriyyənin əsas xüsusiyyətlərindən bağlı nə deyə bilərik? Dedi ki, insanın mənəvi inkişafı onun idraki inkişafının mövcud mərhələsindən birbaşa asılıdır. Mənəvi inkişafı indi öyrənirik. Bəs idraki inkişaf nə idi? Bu elə zehni inkişafdır. Piaget'in dediyidir. Piaget nə deyirdi? İnsan deyirdi, zehni inkişafı 4 mərhələdən keçir. Hissi, hərəki, ilkin əməli, konkret əməli və formal əməli mərhələlərdən. Yəni hər bir mərhələnin özünün aid olduğu yaş qrupu var. İnsan o yaşlardan keçəndə həmin mərhələnin xüsusiyyətlərini daşıyır və Kohlberg də deyir ki, bəli, həmin mərhələlərdə də özünün bəlli bir mənəvi dəyərləri olur. Mənəvi inkişaf prosesi də onlarla bərabər gedir. Yəni Piaget'in fikirləri ilə bərabər insanın idraki və daxili mənəvi dəyərləri gedir bərabər. Müxtəlif mərhələlərdə insanların davranışı təbii ki, onların mənəvi dəyərləri vasitəsilə qiymətləndirilir. Yəni deyək ki, 4 yaşında uşağın davranışı və onda həmin vaxt olan mənəvi dəyər başqadır. 15 yaşında, 20 yaşında olan insanda tamam fərqli olur. Və deyir ki, mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün müəyyən bir davranış doğru olduğu halda, deyək ki, insan üçün 6 yaşında doğru olan bəzi həqiqətlər, 16 yaşında deyir ki, mən uşaq idim, o vaxt düz fikirləşmirdim. Yəni, başqa müəyyən bir səviyyədə onu artıq yanlış hesab edir. Necə ki, misal üçün, normal həyatımızda da belədir. Deyək ki, mənim 18 yaşdakı düşüncələrimlə indi 28 yaşda olan düşüncələrim tamam bir-birindən fərqlənir və o vaxt elədiyim bəzi şeyləri, o vaxt özüm üçün doğru qəbul etdiyim bəzi anlayışları dönüb baxanda yanlış olduğunu görürəm. Bu nədən irəli gəlir? İllər keçdikcə, həyat təcrübəsi gəldikcə mənim mənəvi inkişafım müəyyən bir istiqamət alıb və müəyyən bir olgunluğa gəlib çatıb. Artıq geri dönəndə görürəm ki, həyatımda 18 yaşın, necə deyərlər, o təsiri altında müəyyən səhvlərə yol vermişəm. Ona görə də biz bu nəzəriyyəni öyrənən zaman, mərhələləri də araşdıran zaman məqsəd kimin doğru, kimin yanlış olmasını tapmaq deyil. Bu artıq onsuz da bəllidir. Bu keçmişdə qalıb. Biz nəyi müəyyənləşdirməliyik? Qarşımızda əyləşən şagird hal-hazırda hansı mərhələdədir? Onu tapmalıyam və onu növbəti mərhələyə keçirmək üçün, inkişafını təmin etmək üçün hansı yollardan istifadə etməliyəm, onu müəyyənləşdirməliyəm. Deməli, biz bu nəzəriyyəni niyə öyrənirik? Mahiyyəti nədir? Qarşımızda dərs dediyimiz şagirdimiz hal-hazırda bu mənəvi inkişafın hansı mərhələsindədir və mən onu aparıb hara çatdırmalıyam. Bunu müəyyənləşdirmək üçün, yollarımı müəyyənləşdirmək üçün, aparacağım işi müəyyənləşdirmək üçün bu nəzəriyyəni biz müəllimlər bilməliyik. Mənəvi inkişaf nəzəriyyəsinə görə 3 dənə səviyyə var. Bunlar prekonvensional səviyyə,
Birinci səviyyə budur. İkinci konvensional, üçüncü isə postkonvensional səviyyədir. Prekonvensional nə deməkdir? Yəni əxlaqdan əvvəlki dövr, bunu belə işarə eləyək. Əxlaqdan əvvəlki dövr. Əxlaqdan əvvəl. Bu elə əxlaq dövrüdür. Əxlaqın formalaşdığı, bu isə əxlaq formalaşandan sonrakı dövrdür. Və hər bir mərhələnin də, belə deyək, səviyyənin də içərisində iki mərhələ var. İtaət və cəza, individualizm və yaxud da digər adı ilə şəxsi maraq, qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma, sosial müqavilə, universal etik prinsiplər və bunlar sıra ilə gedir. İnsan birinci itaət və cəzada olur, sonra individualizm, sonra qəbul olunma, sonra səlahiyyət və nizamı qoruma, sosial müqavilə və universal etik prinsiplər. Bu sıraylamı ilə üzü qabağa gedir. Yəni insanın çata biləcəyi ən üst nöqtə haradır? Universal etik prinsiplər. Bunu qəbul etməliyik. Deməli biz əxlaqımızın formalaşmasından əvvəlki dövrdən başlayırıq. Əxlaq formalaşır, sonra isə əxlaqdan sonrakı dövrə qədəm qoyuruq və inkişafımız da bunun içərisində olan mərhələlərlə gedir. İtaət və cəzadan başlayıb gedirik hara? Deməli sonuncu mərhələ olan universal etik. Yəni insanın mənəvi inkişafının çata biləcəyi ən son nöqtə piramidanın zirvəsi universal etik prinsiplərdir. Elə isə piramidanın birinci mərhələsindən ən aşağıdan başlayaq, itaət və cəzadan və bunun aid olduğu prekonvensional mərhələnin xüsusiyyətini öyrənək. Prekonvensional səviyyə nədir? Bu səviyyədə uşaqlar necə düşünürlər? Uşaqların mənəvi dəyərləri ancaq böyüklərin qoyduğu standart və qaydalar onlar tərəfindən əməl edildikdə, pozulduqda üzləşdikləri nəticəyə əsasən verdikləri qərarla ölçülür. Cümlə çətin oldu, xırdalayaq, izah eləyək. Yəni bu səviyyədə olan uşaqlar böyüklərin qoyduqları standart və qaydalar əsasında düşünürlər. Bu səviyyədə belə deyək, yalnız uşaq özünü düşünür və çalışır ki, o qaydanı pozmasın. Çünki uşaq anlayır ki, böyüklərin qoyduğu standartlar var və qaydalar var. Bu qaydaları pozsam mən cəza alacağam. Pozmasam, deyək ki, tərif eşidəcəm. Özünü düşünür və bu qaydaları pozmur. Yəni sadə dillə desək, başqa sözlə ifadə eləsək, bu səviyyədə olan uşaqlar hələ şəxsi mənəvi dəyəri yoxdur. Bunlar özlərinin belə deyək də mənəvi cəhətdən düşüncəsi, dəyəri, onlar üçün müqəddəs olan məsələ yoxdur. Primitiv düşünür ki, qaydaları pozsam müəyyən nəticələrlə qarşılaşacağam və qayda pozanda insanın qarşılaşacağı nəticə nədir? Cəza. Və bu cəza almasın deyə qaydalara əməl edir. Yəni öz dəyərlərini heç bir şey yoxdur ortalıqda, heç bir şey düşünmür, yalnız qaydalar çərçivəsində yaşamağa başlayır. Deyirik ki, misal üçün əlini niyəsə vurma və s. Məktəbdə müəyyən qaydalar qoyuruq. Misal üçün deyirik ki, dalaşmaq olmaz və s. Və uşaqlar bilir ki, dalaşsa onu müəyyən cəzalar gözləyir, direktorun otağına gedəcək, danlanacaq, valideyn çağıracaq və çalışır qaydanı pozmasın. Bu prekonvensional səviyyənin içərisində, yəni bu mərhələnin xüsusiyyəti nə oldu? Ulduz qoyub həmişə kimi aşağıdan yazıram. Özünü düşünür. Ona görə ki, nəticə ilə qarşılaşmaq istəmir. Pis nəticə ilə qayda pozmur. Yazıram, özünü düşünmək. Bu mərhələnin xüsusiyyətidir. İçərisində iki dənə deməli səviyyə var. Nədir bu səviyyələr? İtaət və cəza. İtaət və cəza insanın mənəvi inkişafının ilk mərhələsidir. Və uşaq yaşlarda müşahidə olunur. Adından da göründüyü kimi itaət və cəza. Bu mərhələdə olan şagirdlər, uşaqlar qaydaları dəyişməz və şərtsiz şəkildə qəbul edirlər. Düşünürlər ki, bu qaydalara əməl etmək vacibdir. Çünki əməl etməsələr, bunlar cəzalana bilərlər. Onları cəza gözləyir. Cəzalanmamaq üçün də qaydalara uyğun qərarlar verirlər. Çalışırlar ki, qaydaları heç bir halda pozmasınlar. Yəni bu mərhələdə olanların mənəvi dəyərləri nə ilə çərçivəlidir? Qaydalar və onların pozulması halındakı cəza tədbirləri onların bütün mənəvi inkişafının sərhəddini müəyyənləşdirir. Mənəvi dəyərlər ancaq sizin qoyduğunuz, necə deyərlər, çərçivədə inkişaf edir, itaət və cəzada. Misal üçün bayaq dedim, belə bir nümunə, dalaşmaq olmaz qaydası var məktəbdə və uşaq deməli sinif yoldaşının dalaşdığını görür, gedib ona kömək eləmir. Düşünür ki, o dalaşıb və direktor tezi ilə gəlsə, bilsə, müəllimlərdən kimsə görsə, cəzalanacaq. Mən də cəzalanmayım deyə gedib o davaya qoşulmur. Bu olur itaət və cəza. Qorxur ki, cəza alar bu da, gedib o məsələyə, söz-söhbətə qoşulmur, dostunu müdafiə etmir.
İndi gəlir individualizm, şəxsi maraq. Bu mərhələdə olanlar hadisəni öz şəxsi mövqeyindən mühakimə edirlər. Burada isə artıq uşaq bayaqki situasiyada gedib o davaya girir. Niyə girir? Deyir ki, yaxşılıq eləmək üçün yox. Deyir ki, birdən sabah mənim də uşaqlar məni də təkləyib döyərlər. Onda da dostum gəlib mənə kömək eləsin. Yəni o dostunun köməyini gələcəkdə ala bilsin deyə gedir. Yəni dostunu qorumaq üçün yox, sırf gələcəkdə onun köməyini ala bilsin deyə. Yəni orada bir şəxsi marağı var. Öz xeyrini düşünür və gələcəkdə kömək ala bilsin deyə gedib davaya girir. Və bu mərhələdə olan uşaqlar anlayırlar ki, məsələlərə münasibət bir şəxsin yanaşmasından asılı deyil, müxtəlif insanlar eyni məsələyə fərqli baxışlarla baxa bilərlər. Deməli, individualizmdəki uşaq nə edir? Öz xeyrini düşünür. Gələcəkdə o da davada kömək ala bilsin deyə gedir davalara qoşulur. Və yaxud da ki, kimsə ondan karandaşını istəyir, o yaxşılıq eləmək məqsədi ilə vermir. Düşünür ki, sabah deyək ki, summativ qiymətləndirmə var, birdən karandaşım evdə qalar, mənə də karandaş lazım olar. Qoy karandaşımı verim ki, sabah mən də ondan karandaş istəyəndə o da mənə verməli olsun. Karandaş bildiyin karandaş məsələsini garantiya alır. Bax, bu olur individualizm, şəxsi maraq. Bu iki mərhələ hər ikisi hara aiddir? Prekonvensional səviyyəyə aiddir. Deməli, burada məsələ nədir? Öz xeyrini düşünmək. Bundan əvvəlki nə idi? Kömək eləmir, çünki cəza almaq istəmir. Gəlirik konvensional səviyyə. Konvensional səviyyə nədir? Burada artıq insan nəyin doğru, nəyin yanlış olmasını müəyyən edən zaman sosial qaydaları qəbul edir. Yəni cəmiyyətə əsasən düşünür. Ulduzumuzu qoyaq. Belə deyək də, cəmiyyəti düşünür. Cəmiyyəti düşünür. Cəmaət nə deyər düşüncəsi. Cəmiyyəti düşünür burada artıq insan qərar verəndə. Dəyərli hesab elədikləri şəxslərin mənəvi standartlarını özünküləşdirirlər. Yəni Azərbaycanda və ya bu gün Azərbaycan cəmiyyətində yaşayırıq. Azərbaycan cəmiyyəti insanlar mənə nə deyər düşüncəsi gəlib oturur insanın belə deyək mənəvi dəyərlərinin içərisində. Yəni həmin şəxslərin mənəvi dəyərlərini sorğulamırıq, sorğu-sual etmirik. Ətrafımızda olan insanlar bir cəmiyyətdir də və mühakimə şəxsin aid olduğu sosial qrupun hansı sosial qrupa aid isə bizə əhatə edən insanlar bir mühit formalaşdırır və həmin mühitin qəbul etdiyi ümumi normaları biz də bu cürlə qəbul edirik. Cəmiyyət nə düşünər? Bizim haqqımızda nə deyərlər? Bunun da içərisində iki mərhələ var və bu iki mərhələ deməli elə məhz buna hesablanır. Bu mərhələdən biri qəbul olunmadır. Bu mərhələdə olanlar başqalarının fikirlərinə əsasən davranır, stereotiplərə uyğunlaşmağa çalışır. Hadisə ilə bağlı mühakimə yürüdərkən sosial gözləntini, yəni cəmiyyətin tələbini nəzərə alırlar. Yəni şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşdığını nəzərə alaraq davranır. Qoy hamı görsün ki, düşüncəsi, cəmaət desin ki, düşüncəsi hakim olur. Cəmaət desin ki, düşüncəsi. Qoy yazaq. Cəmaət desin ki. Misal üçün, bayaqki situasiyada şagird oturub düşünür ki, gedim yoldaşıma mən kömək eləyim. Bu mərhələdə olan şagird belə düşünür ki, qoy digər şagirdlər görsün ki, mən öz dostumu dar ayaqda qoymuram. Mən cəsuram, ürəkliyəm, istənilən dava-davaşa gedə bilirəm. Bax, bu cür cəmaatın düşüncəsi. Və bu təbii ki, müəyyən zamanla dəyişə bilir. 90-ların sonu 2000-lərin əvvəlində qadınların maşın sürməsinə insanlar bir qədər qəribə baxırdı. Və maşın sürən qadın haqqında yanlış düşüncələr olurdu. Bir növ insanlar bunu qəbul etmirdilər ki, maşın sürmək kişi işidir. Görürsünüz, zaman keçdikcə artıq insanların düşüncəsi tamamilə dəyişir və bu gün artıq cəmiyyətdə kişilərlə bərabər miqdarda qadın sürücülərə rast gəlir və indi artıq qadının maşın sürməyi necə deyərlər, belə deyək, pis deyil, qəribə deyil, amma bəzi kəndlərimizdə hələ də bu var. Məsəl üçün, maşın sürən qadın görəndə kənddə hamı bir növ qəribə baxır, başqa cür haqqında düşünürlər, deyirlər ki, filan kəsin qızı maşın sürür və s. və kənddə yaşayan bəzi ailələr müasirləşsələr də sırf o cəmaət, kənd cəmaatı nə deyər deyə övladı kəndə gələndə deyir ki, qızım, xahiş edirəm maşınla gəlmə kəndə və yaxud da gələndə maşını ver başqası sürsün, kənddə sürmə. Ki, cəmaat mənə deyər, kənd cəmaat, el cəmaatuq, palaza birin ellə sürün də, deyir, cəmaat birdən pis baxar. Yəni, bir növ cəmiyyətə qəbul olunmaq istəyir. Cəmiyyətin tələbi maşın sürən qadın görməməkdirsə, kənd həyatında,
Onlar bunu belə deyək, o cəmiyyətə vermək istəyirlər. Qəbul olmaq istəyirlər ki, biz də bu qaydalara əməl edirik. Şəhərlərdə artıq bu məsələ çoxdan yığışılıb. Yəni cəmaətin düşüncəsinə görə hərəkət etməkdir qəbul olunma mərhələsi. Cəmaət nə deyər bunun haqqında? Növbəti gəlir səlahiyyət və sosial nizamı qoruma. Bu mərhələdə olan şəxslər hadisələrə individual, yəni şəxsi yanaşma ilə yox, cəmiyyəti bütöv şəklində görərək ona uyğun mühakimə edirlər. Yəni özünü də cəmiyyətin bir parçası görərək buna uyğun mühakimə edirlər. Belə insanlar üçün düzgün davranış nədir? Səlahiyyət və qəbul olunmuş qayda-qanundan yol alaraq sosial nizamı qorumaq. Və belə insanlar inanırlar ki, xaos olmasın deyə mütləq hər kəs qaydalara əməl etməlidir. Qaydaların tətbiqi vacibdir. Bu nizamı qorumağı da və özünün vəzifəsi hesab edirlər. Misal üçün, hər hansı bir hadisə baş verir məhəllədə, iki nəfər bir-biri ilə zarafatlaşır, yaxud da yaxa-yaxaya tutaşırlar. Dərhal pəncərədən baxan dayılardan biri avtomatik zəng edir, polisi tökür ora, nə bilim, xəstəxanaya zəng edir, iki nəfər burada bir-birini öldürür, təcili gəlin. Gəlib baxıb görürlər ki, burada iki nəfər sadəcə bir-birindən deyib gülürlərmi, zarafatlaşırlarmı, zarafata bir-birinin yaxasından tutublar. Bax, bu zəng edib çağıran adam düşünür ki, məhəllədə hal-hazırda bir dava var, orada bir xaos olacaq, hansısa qanun mütləq pozulacaq, kiməsə xətər yetiriləcək və mən bu prosesin qarşısını almalıyam, bu mənim vəzifəmdir. Yəni, bu mərhələdə olan insanın xüsusiyyətləri budur. Səlahiyyət və sosial nizamı qoruma. Ümumiyyətlə, sadə bir nümunə isə svetoforun qırmızı işığı yanır, yol boşdur. Bu mərhələdə olan insan keçmir. Deyir ki, birdən mən keçərəm, cəzadan qorxmaq məsələsi deyil ha, cəzadan qorxmur. Deyir ki, birdən mən keçərəm, arxamda dayanan maşınlar da elə bilər ki, keçmək olar, onlar da mənim arxamdan keçərlər və qəza şəraiti olar, yaşıl işıqdan gələn avtomobillər deməli gəlib bunları vurarlar, qəza olar. Yəni arkadaşlar da mənə baxıb səhv eləyərlər. Bax, budur səlahiyyət və sosial nizamı qoruma mərhələsində olan insanın mənəvi dəyəri, mənəvi inkişafı, mənəvi baxışları. Ümidvaram ki, bu məsələ də aydın oldu. Yəni, sosial nizamı qorumaq, qaydaların tətbiqini qorumaq özünün vəzifəsidir. Və yaxud da buna aid başqa, misal üçün, situasiya nə deyə bilərik? Misal üçün, situasiya suallarının içərisində yazmışam bir neçəsini, orada deyərəm, onu demək istəmədim. Növbəti gəlir postkonvensional səviyyə. Bu mərhələni birləşdirən ümumi cəhət nədir? Bu mərhələni birləşdirən ümumi cəhət şəxslərin qoyulan qayda-qanunların nə dərəcədə cəmiyyətə yararlı olması haqqında düşünməsi və şəxsi prinsiplərini formalaşdırmasından ibarətdir. Yəni, şəxs hadisəni daha üstün insan hüquqları və ədalətə əsaslanaraq özünün müəyyən etdiyi prinsiplərlə mühakimə edir. Yəni, bu mərhələdə əsas məsələ ədalətlilikdir. Ədalətlilik prinsipidir. Bir növ ədalətliliyi sorğuluyur ki, cəmiyyətdə olan qayda-qanunlar ədalətlidirmi, insanlara faydalıdırmı, bu qanun niyə qoyulub, bu qanunun tətbiqi niyə lazımlıdır? Bu səviyyə insanın çata biləcəyi artıq ən üst səviyyədir. Bunun da içində iki mərhələ var. Biri sosial müqavilə və yaxud da sosial razılıq mərhələsidir. Mənəvi inkişafın bu mərhələsində olan şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlilik prinsipi ilə yanaşırlar. Bu mərhələdə olan insanların fikrincə, qanunun aliliyi, nizam-intizamı təmin edən qaydalar cəmiyyət üçün vacibdir. Lakin bu qaydaları cəmiyyət üzvləri tərəfindən razılaşdırılmır. Misal üçün, müəllimlərlə bağlı sertifikasiya məsələsi ortaya çıxdı. Bu mərhələdə olan insanlar düşünürlər ki, sertifikasiya qanununu verən zaman gəlib onu müəllimlərlə bir növ müzakirə etmək lazımdır. Çünki bu qaydalar müəllimlərə tətbiq olunacaqsa, bu qaydalara müəllimlər əməl etməlidirlərsə, bu qaydalar müəllimlər üçün nəzərdə tutulubsa, bunları müəllimlərin özü ilə müzakirə etmək lazım idi ki, yəni deyir ki, cəmiyyətin üzvləri tərəfindən razılaşdırılmalıdır. Bu mərhələdə olan insanlar həmin qaydaların nə dərəcədə uyğun olub-olmadığını daima sual altına salır, müzakirəyə çıxarır. Düzgün məqsədlərə xidmət edirsə, deyir, məna kəsb edir. Misal üçün, adi biz primitiv nümunə deyək, başqa bir. Deyək ki, primitiv məktəbdə forma seçimi. Məktəbin forma seçiminə diqqət eləsək, biz
Direktor qərar verməməlidir buna. Bu pedaqoji şuraya çıxarılmalıdır və orada həm də bu qayda kimlərə tətbiq olunacaq? Şagirdlərə. Şagirdlər üçün formal kim alacaq? Təbii ki, valideyn. Həmin iclasda, pedaqoji şurasının iclasında valideyn komitəsinin sədrləri də iştirak etməlidir. Çünki axı bu əziyyəti çəkəcək, pulun verəcək, gedib alacaq adam bunlardır. Bunlarla bağlı bir məktəb forması seçilir, qərar verilir. Yəni bu kiminsə iradəsinə tabe olmamalıdır. Əksinə, şurada qərar verilməlidir və burada valideynlər də iştirak etməlidir. Onlar da bu seçim prosesində öz sözlərini deməlidirlər və seçimin də, qərarın verilməsində iştirak etməlidirlər. Çünki əziyyəti çəkəcək adam onlardır. Bax, bunu demək istəyir. Sosial müqavilə mərhələsində olanlar deyir ki, əgər cəmiyyətdə bir qayda qoyulacaqsa, cəmiyyətin üzvləri kimlərə ki şamil olunacaq, onlar mütləq bunun verilməsində iştirak etməlidir. Onlarla razılaşdırılmalıdır. Əgər onlar razıdırlarsa onlara bu qayda qanunlar tətbiq olunmalıdır. Eyni forma məsələsi kimi ki, yəni valideyn komitəsinin sədrləri də orada iştirak eləsin, formanın necə olmasa seçilməsində onların da rolu olsun. Bu olur sosial müqavilə, sosial razılıq. Gəlir növbəti universal etik prinsipləri. Kolbergə görə bu mənəvi inkişafın ən ali həddidir. Yəni insanın çata biləcəyi ən yüksək nöqtə budur. Bu mərhələdə olan insanlar mühakimə yürüdərkən universal etik prinsiplərə və mücərrəd mülahizələrə əsaslanırlar. Bu mərhələdə olan şəxslər üçün insanların davranışı məntiqə və ədalətə əsaslanan etik normalardan yola çıxaraq vicdanlı və ədalətli seçimlərdən ibarətdir. Yəni bu mərhələdə insan ən önəmli 3 məsələni götürür. Yəni ali ədalət, humanizm, insanlığı əsas götürür. Humanizm və vicdanlılıq prinsipini əsas götürür. Humanizm, vicdanlılıq. Yəni bir növ qoyulan qaydaları, qanunları bu prinsiplərdən sorğulayır. Yəni demək istəyir ki, niyə bu qayda var və niyə bu qaydaya əməl etmək lazımdır? Bunları sorğulayır bu mərhələdə. Misal üçün deyək ki, o bayaqki ən başda dediyim dalaşmaq situasiyasını gətirsək, direktor gəldi, dalaşan uşaqları ikisini də gətirdi öz otağına. Burada artıq direktor universal etik prinsiplərdən çıxış edərək izah edir bunlar ki, ümumiyyətlə insanlar arasında prinsiplər var. Biz məktəbdə qayda qoymuşuq ki, dalaşmaq olmaz. Bu dalaşmaq olmaz qaydasını uşaqlar biz niyə görə qoymuşuq? Bu niyə var? Çünki sizi qorumalıyıq. Siz bir-birinizə hörmətlə yanaşmalısınız. Yəni bunları, yəni humanizm var. İnsanlar bir-birinə şiddət uyğulamamalıdır. Vicdanlı davranmaq lazımdır, ədalətli olmaq lazımdır, bir-birimizin hüquqlarını tapdamalıyıq. Yəni uşağı salıb içəriyə danlaq, cəza, töhmət yox. Bu qaydaların niyə var olduğunu və bizim bunlara niyə əməl etməli olduğumuzu bu dalaşan uşaqlara gedir, necə deyirlər, ən dərindən izah edir, başa salmağa çalışır ki, uşaqlar siz bir-birinizin hüquqlarını pozursunuz və s. və axır bu məsələlərin hamısını çatdırır. Bax, burada direktorun mövqeyi olur universal etik prinsiplər. Yəni bu artıq çata biləcək ən son, ən üstün nöqtədir. Bu da belə. Gəlir Heinz dilemması. Heinz dilemması nədir? Bu Kolberg tərəfindən ortaya atılmış 2 dilemma var. Joe dilemması və Heinz dilemması. Onlardan birini izah edəcəm, digərini öz öhdənizə buraxacam müzakirə eləmək üçün. Yəni bu dilemmanı siz sinifdə tətbiq etməklə uşaqlarınızın hansı bu öyrəndiyimiz mərhələdə olduğunu müəyyən etmiş olacaqsınız. Nədir Heinz dilemması? Dilemma ümumiyyətlə özü 2 yol arasında qalmaq deməkdir. Deyir ki, qadın ölüm ayağındadır. Bu qadın Heinzin həyat yoldaşıdır. Qadın ölüm ayağındadır və onu xilas edə biləcək bir dənə dərman var. Bu dərman isə əczacı tərəfindən istehsal qiymətindən 10 dəfə artıq qiymətə satılır aptekdə. Qadının yoldaşı Heinz isə dərmanın baha olduğu üçün onu ala bilmir. Hətta kimdənsə borc almaq da problemi həll eləmir. Heinz əczacıdan xahiş edir ki, heç olmasa dərmanı yarı qiymətə sat. Bəs mən aparım bunu. Lakin aptekçi, yəni əczacı bunu rədd edir və Heinz məcbur qalır, puldan da ala bilmir, xahiş elədi, vermədi. Yoldaşının həyatını xilas etmək üçün Heinz dərmanı oğurlayır. Bu dilemmadır. İndi burada uşaqlara sual veririk. Bir neçə dənə kitabda nümunəsi var. Mən birini yazmışam bura. Burada gördüyünüz kimi səviyyələr var və mərhələlər var. Uşağa sual veririk. Səncə Heinz dərmanı oğurlamalı idimi? Bir sual.
Bunu etməsi doğrudur yoxsa yanlış? Nə üçün? İzah elə bizə. Uşağın verdiyi cavablar buradakı aşağıdakılardan gördüklərinizdən hansına aiddirsə, demək uşaq həmin mərhələdədir. İtaət və cəzada olan uşaq bu suala deyir ki, Heinz istənilən halda qanunu pozub, oğurluq edib və buna görə cəzalanacaq. O bunu etməməli idi. İtaət və cəzada olan uşaq bu cavab verəcək sizə. Bu məsələ həm də gerçək oldu. Bu yaxınlarda belə bir çıxmışdı qarşıma 1-2-3 ay əvvəl ki, Azərbaycanda ata aptekdən uşaq yeməyi oğurlamışdı, həbs elədilər. Bu həmin məsələyə bənzəyir sanki. Eyni şey də məqaləni də tapıb internetdə var. Ata aptekdən uşaq yeməyi oğurlayıb. Bu Heinz dilemması olsun Azərbaycan nümunəsində hər hansısa bir dilemma, onu da müzakirə edə bilərsiniz. Bu sadəcə nümunə üçün verilib. Söz gəldi deyə dedim. Deməli, itaət və cəzada olan uşaq deyir ki, qanunu pozub və buna görə cəzalanacaq, bunu etməməli idi. İndividualizm, şəxsi maraqda olanlar deyir ki, bəli, dərmanı oğurlamalı idi. Səbəb çünki yoldaşını çox sevir və onun yaşaması üçün yəni tək vasitə budur. Qəbul olunmada olan uşaqlar deyəcək ki, oğurlamalı idi, bəli. Buna görə hamı onu qəhrəman adlandıracaq. Deyəcək ki, fədakarlıq elədi də, cəza alacaq, amma qəhrəmandır falan. Yəni cəmiyyət tərəfindən qəhrəman kimi adlandırılacaq. Yəni özünü cəmiyyətə qəhrəman kimi təqdim edəcək ki, yəni həyat yoldaşım üçün bunu elədim. Səlahiyyət və sosial nizamı qoruma deyir ki, yox, oğurlamalı deyildi. Bu sahədə səlahiyyətli olan şəxslərə və yaxud da qurumlara, Səhiyyə Nazirliyi və s. bunlara müraciət etməli idi. Mütləq ki, onlar bununla bağlı bir tədbir görüb ona dərmanı təmin edərdilər. Sosial müqavilə mərhələsindəkilər avtomatik o məsələni sorğulayırlar. Deyir ki, bəli, oğurlamalıdır. Çünki qadını düşünür. Qadının yaşama hüququ var. Dərhal qadının yaşama hüququ var, öz empatiya duyğusunu göstərir. Universal etik prinsiplərdə isə başlayır artıq Heinz'ı ədalətlilik prinsipindən sorğulamağa. Deyir ki, Heinz'ın nə üçün elə etdiyini başa düşmək mümkündür. Həmin an insanın həyatını xilas etmək, oğurluq etməkdən daha önəmli idi. Görürsünüz, daha üstün, daha böyük bir məsələni düşünür. Deyir, Heinz'ın iki yolu var idi. Ya həyat yoldaşının həyatını xilas etmək, insan həyatını xilas etmək, ya da qanun pozub oğurluq etmək. Həmin an o bu iki dənə məsələnin arasında seçim elədi və ədalətli olanı seçdi. İnsan həyatını xilas etmək istənilən oğurluqdan daha üstün bir məziyyətdir. Buna görə də Heinz doğru eləyib, onun elədiyini mən başa düşürəm. Yəni insanlıq tərəfdən humanizm, insan həyatını önə çıxarır. Bu mərhələdə dedik axı, önəmli olan nədir? Humanizm. Həmin onu nümayiş elətdirir. Bax, budur bu test. Bunu uşaqlarınızla eləyib, uşaqlarınızın hansı mərhələdə olduğunu və hansı mərhələnin sonradan inkişaf etdirilməli olduğunu müəyyən eləyə bilərsiniz. Növbəti gəlir Co dilemması. Eyni bənzər vəziyyətdir. Bunun dərinlinə getməyəcəm. Sadəcə belə bir şey ki, Co'nun 14 yaşı var və yay düşərgəsinə getməyi çox istəyir. Atası deyir ki, əgər o gündəlik ciblik pulunu, yəni cib xərcini qənaətlə istifadə edib pul yığsa, onu düşərgəyə göndərəcək. Nəticədə də Co yaya qədər kifayət qədər pul yığır, yemir, içmir, qəpiklərini toplayır. Lakin Co'nun atası yaya az qalmış fikrini dəyişir. Atası dostları ilə balıq ovuna getməyi planlaşdırır və atasına da kifayət qədər pulu olmur. Bu zaman ağlına gəlir ki, Co doğrudan pulu yığır daxı, bəlkə onun pulundan götürüm. Co'nun yığdığı pulları istəyir. Co isə düşərgəyə getməkdən imtina eləmək istəmir, çünki atasına versə o pul yığdığı qabı özü düşərgəyə gedəməyəcək və atasına pulları verməmək haqqında düşünür. Çıxardırsınız bu məsələni müzakirəyə ki, deməli, sizcə burada Co nə etməlidir? Uşaqların verdiyi cavablar aydındır ki, o bayaq öyrəndiyimiz səviyyə və mərhələlərə uyğun olaraq dəyişəcək. Bunu müəyyən edirsiniz, müzakirə edirsiniz. Kitabda bunun sualları var, vaxt aparmasın deyə yazmadım. Bu mərhələdə özünüzdə necə verdiyiniz cavabı yerinə qoyub özünüzün hansı mərhələdə olduğunuzu müəyyən eləyə bilərsiniz. Növbəti gəlir, indi başqa bir suala keçirik. Mənəvi inkişafı təmin etmək üçün nə lazım? Yaxşı, ya Co dilemmasını, ya Heinz'i, ya X bir dilemma özümdən yaratdım, quraşdırdım. Uşaqlarıma öyrəndim ki, hansı mərhələdədirlər. Mən bunları inkişaf etdirmək üçün nə etməliyəm? Bunun üçün bir neçə strategiyalar var. Bunlar iş üsulları, refleksiya, ilkin biliyə əsaslanan metod, real təcrübə və böyüklərin münasibətinə əsaslanan metoddur. Nədir iş üsulları? Bu iş üsullarını tətbiq etməklə siz uşaqların mənəvi inkişafını daha da növbəti mərhələyə apara bilərsiniz, inkişaf etdirə bilərsiniz.
Bunlar simulyasiya və rollu oyunlardır. Biz bunları iş üsulları mövzusunda daha geniş keçəcəyik. Müzakirə xəritəsidir, insident üzərində işdir. İngilislər buna case study də deyirlər. Case study. Debatdır, Sokrat dialoqudur, akvariumdur. Sokrat dialoqu uşağa sual verirsən, sənə cavab verir. Sən də həmin cavabdan yenidən sual çıxarırsan. Cavabdan sual çıxarmaq. Bu iş üsullarını dərslərimizdə çoxu tətbiq etməklə uşaqların mənəvi inkişafını daha yüksək mərhələyə çatdıra bilərik. Başqa gəlir refleksiya. Refleksiya nədir? Sinifdə şagirdlər arasında müəyyən konflikt baş veribsə, ki, hər zaman olur siniflərimizdə, mümkün deyil ki, olmasın. Müəllim şagirdlərə müəyyən yönəldici suallar verir və o baş verən hadisəni dərindən refleksiya etməsinə, problemi daha yaxşı anlamasına zəmin yaradır. Bu da həm də mənəvi inkişafı inkişafdır. Soruşsan ki, bax uşaqlar, dalaşıblar, niyə belə oldu uşaqlar? Kim birinci sataşdı? Kim nə elədi? Sən niyə ona söz atdın? Bunun səbəbi nə idi? Eyni vəziyyət yenidən olsa yenə dalaşardınızmı? Nəyi bölə bilmirsiniz? Sizin probleminiz hardan başlayıb? Yəni uşaqları ən başa dönməyə məcbur edən refleksiya sualları verirsiniz. İlkin biliyə əsaslanan metod nədir? Bu metodun əsasında şagirdlərin mənəvi inkişafını təmin etmək üçün kifayət qədər təcrübə və resursların verilməsi durur. Yəni şagirdin mənəvi inkişafının baş verməsi üçün ilk növbədə onlara müxtəlif situasiyalar, müxtəlif insanlar barədə məlumatlı olmalıdırlar. Real təcrübə strategiyası da elə buna bənzər strategiyadır. Yəni daha əvvəl başına bu işlər gəlmiş insanların həyatından misal göstərmək olar. Məsəl üçün uşaq deyək ki, bir yoldaşının qələmini icazəsiz götürüb. Məsəl üçün bu deyək ki, deyirsən ki, bax bu bir növ oğurluğa bənzəyir. İcazəsiz kiminsə əşyasını götürmək olmaz. Başına bu cür iş gələn insanların ağlı bir misal göstərirsən. Öz həyatından misal gətirə bilərsən ki, uşaq daha rahat anlasın. Real təcrübə isə budur ki, uşaqları müxtəlif sosial işlərə cəlb edirik. Misal üçün, onlarda mənəvi inkişaf artsın deyə, nəsə onlarda kömək eləmək, bir mənəvi dəyərə çevrilsin deyə, kimsəsiz uşaqlara, fiziki qüsurlu şəxslərə kömək etmək, təbiəti qorumaq layihəsi daxilində ekoloji iməciklər, ağac əkmələr həyata keçirirsən ki, uşaq görsün, o situasiyanı yaşasın ki, təbiəti qorumaq lazımdır, ağac əkmək lazımdır, ağacları qorumaq lazımdır. Və bu zaman onlar təcrübə toplayır. Kimsəsiz uşaqlara yardım üçün internet məktəblərinə uşağı aparmaq, misal üçün istifadə olunmayan ikinci əl əşyaları toplayıb ehtiyacı olanlara yönəltmək və yaxud da imkansız ailələr üçün yardım toplamaq. Bu kimi şeyləri uşaqlarla həyata keçirsən, uşaqlar bu prosesdən real təcrübə, real mənəvi dəyər qazansınlar. Böyüklərin münasibətinə əsaslanan metod nədir? Ən vacib lazımlardan biri budur. 2024 nəşrində bu məsələni siz görməyəcəksiniz. Bu əvvəlki nəşrlərdə olan məsələdir, amma çox vacibdir. Çox güman ki, texniki problemlə əlaqədar kitabda düşməyib. Slayddan öyrənə biləcəksiniz. Bu metod uşaqları əhatə edən, onların inkişafında rol oynayan, təbii ki, biz böyüklərin davranışına əsaslanır. Ümumiyyətlə, uşaqları əhatə edən böyüklər deyəndə bura yalnız müəllimlər yox. Məktəbin direktoruna da baxır uşaqlar, valideyndir, qohumdur. Onu əhatə edən hamı bura daxildir. Uşaqlar ətrafdakı insanların davranışını təkrar edir. Və o insan ki, onun üçün daha çox nüfuzlu və etibarlıdır, bu zaman o uşaq onu daha çox o uşağa təsir edir. O daha çox o insana bənzəmək istəyir. Ona görə də davranışlarımıza mütləq necə deyərlər, diqqət etməliyik. Bunun da səbəbi nədir? Uşaqlar sözlə deyilən nəsihətlərdən çox insan davranışlarından öyrənirlər. Çünki onu görürlər. Sözlə deyilənlər qulağına buradan girir, buradan çıxır. Amma insan gördüyünü, eşitdiyindən daha tez qavradığı üçün bizim davranışlarımızda gördükləri hərəkətləri onlar da özlərində tətbiq edirlər. Xüsusən də biz onlar üçün nüfuzlu olanda, etibarlı olanda, özlərinə daha yaxın hiss eləyəndə daha çox təsirimiz olur. Pis davranışlarımız pis kimi götürürlər, yaxşını yaxşı kimi. Bu baxımdan da məktəb daxilində nəinki şagirdə dərs deyən müəllim, direktor, digər müəllimlər, ümumiyyətlə bütün məktəb heyəti şagird üçün bir rol modeli olmalıdır. Yəni hansına baxırsa baxsın, şagird hamısından rol model nədir? Nümunə. Nümunə. Hamısından bir nümunə götürməlidir və çalışmalı ki, məktəb ən azından məktəb daxilindəki davranışlarımız kifayət qədər nümunəvi davranışlar olsun ki, şagirdlərimizə rol model olaraq yanlış, mənfi anlayışlar, mənfi siqnallar ötürməyək.
mümkün qədər onlarla yaxın olaq və özümüzdə olan müsbət davranışları, müsbət xarakterləri şagirdlərimizə ötürək. Və sonda refleksiyamız verdiyimiz dilemmalardan istifadə etməklə özünüzün şəxsi olaraq mənəvi inkişafınızın səviyyəsini müəyyənləşdirin. Sağ olun, sağlıqla qalın.